Müəllimlər, bizim bugün toxunmaq istədiyimiz brainstorming, yəni əqli hücum iş üsuludur. Tutaq ki, bizim dərsimizin məqsədi uşaqlara essay yazmağı öyrətməkdir. Argumentative essay. Ümumiyyətlə də essay yazmağı öyrətməkdir və mən essayini yazmağa başlamazdan əvvəl belə bir mövzumuz da budur ki, telefonlar tamamilə məktəbdə ləğv edilməlidirmi? Mən bu mövzunu brainstorming ilə başlamaq istəyirəm və uşaqlara deyirəm ki, ağlınıza nə gəlir? Bununla əlaqədar deyin. Yəni ləğv edilməlidir yoxsa yox? Uşaqlar hərəsi və deyirəm ki, bir-birinizin fikrini qınamaq, mühakimə etmək olmaz və yaxud tənqid etmək olmaz. Uşaqlar bir fikirlər irəli sürürlər. Biri deyir ki, dərsdən yayındırır, o biri deyir ki, testlərdə köçürmə baş verir, o biri deyir cyberbullying, yəni kiberbullying olur, oyun oynayır, o biri deyir ki, yox, ola bilər ki, valideynlə təcili əlaqə yaratmaq üçün lazımdır, o biri deyir ki, bəs axı biz kalkulyatordan istifadə edirik, lazım olur filan, o biri deyir radiasiya olur. Deməli, uşaqlar bir hardasa 30 dənə uşaq varsa, hərəsi bir dənə ideya irəli sürsə, 30 dənə ideya olur da. Və bu divergent təfəkkürdür. Deməli, brainstorming divergent düşüncə ilə başladı. Amma biz bu 30 ideyanın 30'una da essay yaza bilmərik axı. Və mən uşaqlara deyirəm ki, siz indi bunların içərisindən məntiqli olanı seçin. Deməli, uşaqlar bunu tənqidi təfəkkürdən keçirtməlidir. Tənqidi təfəkkür bir növ ələkdir də. Ələkdən keçirir, daha vacib olanlarını seçməlidirlər. Məsələn, uşaqlar deyir ki, radiasiya haqqında çox araşdırma yoxdur, mən bu haqda essay yaza bilmərəm, radiasiya üstünə xətt çəkir. Deməli, 3 dənə çox vacib olanı seçirlər bunların arasından. Bunlar məsələn, dərsdən yayındırma, imtahanlarda köçürmə, bir də kiberbullyingdir. Deməli, uşaqlar 30 ideyanın içindən ələkdən keçirib 3 dənə ideya saxlayırlarsa, tənqidi təfəkkürdən keçirib 3 dənə ideya saxlayırlarsa, deməli artıq bu konvergent düşüncədir. Çünki çoxun içərisindən əliyib, çox aza gəldilər. Konvergent təfəkkür burada tətbiq olunur və artıq uşaqlar seçdikləri səs verərək birlikdə seçdikləri 3 mövzuya essay yazırlar.